Həbib ibn Məzahir bir dəfə İmam Hüseyin əleyhissalamı xəlvətdə tapdı. Gördü İmam Hüseyin əleyhissalam təkdi, gəldi, kəstirdi İmam Hüseynin başının üstünü, bizim dillə desək. Biri var imamın başının üstün xəlvətdə, hamısının başı qarışanda kəstirir, ona zərbə vurur. Biri də Həbib ibn Məzahir kimidir, xəlvətdə tutmuşam, bundan bir mərifət öyrənim. Yaxınlaşdı Həzrətə, dedi ki, ağa, mənim səndən bir sualım var. Həzrət buyurdu ki, soruş sualı İmam Hüseyin əleyhissalam. Həbib dedi ki, ağa, siz bu bədənlərə yerləşməmişdən qabaq, bu aləmə gəlməmişdən qabaq, bu bədən aləminə ruhunuz yerləşdirilməmişdən qabaq haradaydınız, harada yaşayırdınız? Gör, nə boyda sual verir İmam Hüseyin əleyhissalam. Bu İmam Hüseyin əleyhissalamın mərifət tapıb, haradaydınız? Ağa buyurur ki, biz Allahın ərşinin kənarında nurlar idik, orada dövrə vurmuşduq. Yəni 14 məsumun nuru Allahın ərşinin kənarındaydık. Səbbəhna və səbbəhətil məlaikə. Deyir, biz təsbih dedik, mələklər öyrəndilər ki, Allaha necə təsbih demək lazımdır. Bilirsiniz, nə boyda burada bir məna var? Allah Qur'an-ı Kərimdə bir neçə yerdə mələklərə deyir ki, mən istəyirəm xəlifə yaradam, yerdə insan yaradam. Onlar deyirlər, niyə yaradırsan onu ki, qan tökəcək? Əgər sənə təsbih lazımdırsa, biz sənə təsbih eləyirik. Bəzi adamlar elə bilirlər ki, mələk insandan üstündür. Deyirlər, biz sənə təsbih eləyirik də. İnsanı niyə yaradırsan, o insan qan tökəcək, bir-birinə qarşı ziddiyyət törədəcəklər. Sənə əgər təsbih lazımdırsa, zikr lazımdırsa, biz onu eləyirik də. Allah buyurur, mən bildiyimi siz bilmirsiniz. İmam Hüseyin əleyhissalam burada Həbib ibn Məzahirə buyurur ki, biz onlara öyrətdik, o ki, Qur'anda Allah nəql eləyir, deyirlər, əgər təsbih lazımdır, biz eləyirik. Nəhnu nusəbbihu bihəmdik, biz sənə təsbih deyərik, Subhanallah deyərik. Həzrət İmam Hüseyin əleyhissalam buyurur, biz yaranmamışdan qabaq Allah var idi, Allahın ərşinin kənarında bizim nurlarımız var idi və o nurlarda biz idik və orada biz səbbəhna, təsbih deyirdik, mələklər bizə baxdılar, təsbih eləməyi öyrəndilər.